Hər kəsə salam aleykum olsun uşaqlar. Bugün sizlərlə birlikdə nə qalacaq? Bugün sizlərlə birlikdə bığlı dərəcələrdəki insanların kombinlərinin yeni hesablarını puanlayacağıq onun üzərindən. Çox uzatmadan keçək videomuza. Birinci görək, birinci yerdə kimdir? Birinci yerdə Azərbaycanın ya oxşamır, deyəsən ayrı bir ölkədir, ya terror. 8 noyabr Zəfər günü. Bunun hesabına gözə kombinini indirim. Tez bazar bir dənə indirirsən, 10 üzərindən puanlayaq. Firfali silmişdim, təzə yükləmişəm deyin. Çox şey indirilmədiyi üçün gərək hamısını indirim. Şalvar indirilir. Bəli, kombini belədir. Buna kombinə gözlə bunu da indirim. Tez bazar bunu da indirək bir damcı. Bəli, bu kombinə, bu hesaba 10 üzərindən verdiyim puan. Burada MP5'ını qoyub. Bu hesaba 10 üzərindən verdiyim puan 21 dəfə burada. Hə. Qəşəng bir hesabdır. Azərbaycanlı olduğuna da çox sevindim. Birinci yerdədir. Bu hesaba verərəm 10 üzərindən. Kombini biraz koftası uymuyor. Onun üçün kombininə 10 üzərindən verərəm. Hesabı 10 üzərindən verərəm 8. Kombini də qəşəng olsaydı 10 üzərindən 10 verə bilərdi. Yəni keçək ikinci adamımıza. Bu da sən kimdir? Bu dersen Azərbaycan İslam. Çox şey eləməyək. Hesabına baxaq. Freshop sınısı. Freshop sınısı rəsmi səhifə. Klanın da maraqlı bir səhifədir. Baxmaq olar. Qanunsuzları cəmi 6 dənə qanunsuz var. Şalvarları. Bu hesaba kombin de çok zor olduğu için bu hesaba 10 üzerinden, onun için bu hesaba 10 üzerinden 9 veririm. Çünkü çok zor hesaptır. Səviyyəsi de 80 falan olsaydı çok zor olardı. Çok zor hesaplardan biridir. Keçək 3-cü yerdəki adamımıza, Maqa Elcan. Maqa Elcan kombininə verirəm 10 üzerinden. Uyub deyin kombinə. Ayakkabısına baxaq. Ayakkabısı da budur. İndirilsin tez bazar. Bunun da kombininə verərəm. Hesabla qarışıq verərəm 10 üzərindən 85 səviyyədir. Ev olayını düzüb bura 29 səviyyə, 70 səviyyə MP40 var. 48 səviyyə MP5 var, 25 səviyyə skarı var, 18 səviyyə pompalısı var. 28 səviyyə UMP'si var. Tamsını 30 səhifə MP40'ı 70 səhifə seviye. Klanına baxaq. Salam aleykum, xoş gəldiniz. Çox zor hesablardan biridir. Kombini ilə qarışıq 10 üzərindən 7 verərəm. Sonra Nihat Baskar. Bəli, hamısına baxmayacağıq. Cəmi 10 dənəsinə baxacağıq ki, video çox uzun olmasın. Onun üçün bunun hesabına verərəm 89 səviyyədir. Koftasını indirək. O çox zor kombindir bu. Çox adamın istifadə etdiyi kombinlərdən biridir. Tez paltarını indirim gəlir. Bəli uşaqlar, yenidən gəldim, indirdim bütün paltarlarını. Fərhad, bu da Azərbaycanlıdır. Bunun kombininə verərəm, səviyyəsinə görə hesab qarışıq verərəm 10 üzərindən 9. Sonra Old Şamil 8 noyabr Zəfər günü. Hamı da bunu qoyur. Bunun kombininə verərəm 10 üzərindən. Yəqin indirilməsi var. Hə, tək bir deyil. Buna görə 10 üzərindən verərəm 89 səviyyədə, 10 üzərindən verərəm 8. Burada da ev olayını düzüb, qəşəng.
Keçək 6-cı yerdəki adamımız. Flash 17. Flash 17 qardaşımız 7 səviyyədir. 7 yaşındadır. Düzgün. Burada 2 dənə kanunsuzun qoyub bura. Klan heç bir klanda deyil. Səviyyəsi də 76. Buna 10 üzərindən verərəm. 10 üzərindən verərəm 7. Sonra Old. Hamısı da Old klanının oyuncularıdır. Bu da Azərbaycanlıdır. Old Qazaq. Qazı. Hə, Old Qazı. Hesaba verərəm 10 üzərindən 3 dənə kanunsuz var qoyub bura. Primer 8-dir. 22 dəfə burada olub, usta olub. Hesaba verərəm 10 üzərindən səviyyəsi 83. Hesaba verərəm 10 üzərindən 8 puan. Sonra Evos Cari 87. Bunun hesabına verərəm. Valhalla klanındadır. Oha. Qıraqdan biraz səs gələ bilər, narahat olmayın. 75 səviyyədir. Bunu da hesabına verərəm tez bir şəkildə. Bunu da hesabına verərəm 7. Sonra keçək Foye. Foye Quliyev. 8 noyabr zəfər günümüz mübarək. 9-cu yerdədir. Bir dənə Prime neçədir? Baxa. Prime 8-dir. Evoların düzüb bura. Evo olmasa da burada 3 dənəsi Evo deyil. Bu hesaba da verərəm 10 üzərindən puanım. 10 üzərindən puanım olsun 8. Gəldik axırıncı adamımıza. Burada əslən Free Shop klanındandır. Tağı fırsızı yox, ayrı klandandır. Genə də Tağ adının başlığı fırsızı elə bildim Free Shop klanındandır. Tom Mix'in klanının. 85 səviyyədə Evolarını düzüb bura. Mələk şavarlarını düzüb bura. Sonra bir dənə kanunsuzu var. 54 səviyyə MP40'ı var. 37 səviyyə UMP'si var. Prime 8'dir, 10-cu yerdədir. Bunun da hesabına verərəm 10 üzərindən. 85 səviyyədə 10 üzərindən verərəm 8. Bəli uşaqlar, videomuz bu qədər idi. Sağ olun, salamat qalın. Kanala abunə olub, like atmağı unutmursunuz. Belə videoların davamlı gəlməyi üçün bu videoya ən azı 10-15 like araları gəlsə, bu videonun davamı gələcək. Onda da 10-dan 15-ə qədər baxarıq ya da etdəkilərə baxarıq. Sağ olun, salamat qalın.